Polşada maaşlar son 6 ildə nə qədər qalxdı? Bu videoda qısaca ona baxacağıq. 2020-ci ildə Polşada minimum əmək haqqı 2500 zlot təşkil eləyirdi. Bu yuvarlaq hesabla təxmini bir rəqəmdir. 2026-cı ildə isə yenə yuvarlaq hesabla təxmini minimum əmək haqqı 5000 zlot təşkil eləyir. Kağız üzərində hər şey yaxşıdır. 2 qat maaş fərqi var bu 6 ildə. Lakin hesaba qatmadığımız bizim kiçicik bir detal var. Nədir bu detal? Bu detal inflyasiyadır. Dünyanın hər bir yerində olan o lənətə gəlmiş inflyasiya burada da var. İnflyasiya ərzaqa, geyimə, yanacağa, evlərə təsir elədiyi zaman maaşın qalxmağının heç bir önəmi yoxdur. Maaş 2 dəfədə, 3 dəfədə qalxsa, hər zaman inflyasiya baş verir. Az öncə saydığın bu xidmətlərin hər bir şeyin qiyməti qalxdığı zaman maaş nə qədər də qalxsa, inflyasiyadan çox olmadığı zaman yenə də burada heç bir fərq olmur. Hətta deyərdim, illər keçdikcə insanlar daha da geriyə düşür. Məsəl üçün 6 il öncə 1 litr yanacağı almaq üçün 10 zlot verirdinsə, indi 1 litr yanacağı almaq üçün sən 18-20 zlot pul verməlisən, cibindən bu qədər pul çıxır. Yenə təxmini bir rəqəm verdim, amma xəyalımızda nəyisə canlandırmağımız üçün bir nümunə göstərdim. Polşada da belə maaşlar hər il artır, bəli, hər şey əla, lakin inflyasiyada maaşla bərabər artır, hətta deyərdim bir qədər, bir neçə faiz maaşdan daha çox artır.